Azərbaycan dilinin qrammatikasını öyrənirik. Qrammatikamızda abituriyent proqramına daxil olan müəyyən bölmələr var. Bu bölmələr ən birinci olacaq fonetika, ikinci leksikologiya, üçüncü morfologiya və dördüncü sintaksis. Təbii ki, Azərbaycan dilinin bölmələri bu qədər məhdud deyil. Sadəcə olaraq biz abituriyent proqramında nələrdən, hansı mövzulardan istifadə olunubsa, ancaq o bölmələri öyrənirik. Bəs bunlar nəyə görə bu formada sıralanıb? Biz əvvəlcə baxırıq fonetikaya. Fonetikanı daha geniş şəkildə hal-hazırki dərsimizdə keçəcəyik. Digər bölmələrdə irəliləyən dərslərdə öyrənəcəksiniz. Fonetikada biz öyrənirik dilin səs quruluşunu və səslərin deyilmə qaydalarını. Yəni, qısası biz fonetikada öyrənirik səsi, danışıq səslərini. Səslər birləşir, yaradır sözləri, yəni leksikologiyada sözlərin mənasını, dilin lüğət tərkibinə daxil olan bütün sözləri öyrənirik. Sözlər birləşəndən sonra öz aralarında nitq hissələrini yaradır. Yəni, morfologiyada biz sözlərin qrammatik mənalarını öyrənirik. Qrammatik məna deyəndə nitq hissəsi nəzərdə tuturuq. Sintaksisdə isə söz birləşmələri eyni zamanda cümləni öyrənirik. Baxın, bu ardıcıllıq ona görə bu formada gedir. Yəni, biri digəri ilə bağlı olan bölmələrdir bu bölmələr. Əvvəlcə səsi, yəni fonetikanı öyrənməliyik. Səslər birləşib sözü, yəni leksikologiyanı yaradır. Sözlər öz aralarında qruplaşır və nitq hissələri meydana çıxır. Yəni, sözün qrammatik mənası və nəhayət sintaksisdə isə söz birləşmələri və söz birləşmələrindən də cümlələr əmələ gəlir. Bu oldu Azərbaycan dilinin bu formada qrammatik quruluşu. Yəni, yenə dediyim kimi, abituriyent proqramına daxil olan bölmələr. Baxırıq indi fonetikaya. Fonetikada qeyd elədiyimiz kimi öyrəndik danışıq səslərini. Baxın, bizdən soruşsa ki, məsələn, testdə düşə bilər. Fonetika nədən bəhs eləyən, nəyi öyrənən elmdir? Deyirik danışıq səslərdir. Ümumiyyətlə, fonetika Yunanca bir sözdür və səs haqqında elm deməkdir. Fonetikaya daxildir heca, vurğu, ahəng qanunu. Bunlar fonetikanın mövzularıdır. Əvvəlcə də qeyd elədiyimiz kimi, biz fonetikada danışıq səslərini öyrənirik. Yadımızda qalsın ki, danışarkən tələffüz elədiyimiz səslər danışıq səsləri adlanacaq. Danışıq səslərdə məhz danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri də iki yerə bölünəcək. Fəal danışıq üzvlərimiz var, bir də qeyri-fəal danışıq üzvlərimiz var. Fəal danışıq üzvləri olacaq dil, dodaqlar, səs telləri. Yerdə qalanlar isə olacaq qeyri-fəal deməli danışıq üzvləri. Bu belə. İndi baxaq ki, hərf deyəndə nəyi nəzərdə tuturuq, səs deyəndə nəyi nəzərdə tuturuq. Yadımızda qalsın ki, ümumiyyətlə danışıq səsləri şifahi vahidlərdir. Yəni şifahi nitqin vahidlərdir. Biz danışıq səslərini görə bilmərik. Danışıq səsləri yalnız və yalnız öz ifadəsini yazdı hərflərdən tapa bilər ki, hərflər onların şərti qrafik işarələrdir. Yəni danışıq səslərinin. Ona görə də hərflə səsin bir-birindən təbii ki, fərqi olmalıdır. Yadımızda qalsın ki, hərfləri biz yazırıq və eyni zamanda yazdığımızı görürük. Səsləri isə sadəcə deyirik və eşidirik. Məhz səsləri göstərmək üçün də biz axı səsləri yaza bilmərik. Səslərin göstərilməsi üçün transkripsiyadan istifadə olunacaq. Məsələn, bu A hərfidirsə, onun transkripsiyada verilən forması A səsi olacaq. Yəni, səsi bildirmək üçün biz transkripsiyadan istifadə etməliyik. Gəlin, baxaq. Sözün hərf və səs tərkibi deyəndə nəyi nəzərdə tuturuq? Yadımızda qalsın ki, bu bizə sözün fonetik xüsusiyyətlərində daha çox lazım olacaq. Orada bu hissə sizə çox lazımlı bir hissədir, belə deyək. Bu sözün fonetik xüsusiyyətləri adı ilə də verilə bilər, fonetik təhlil adı ilə də verilə bilər. Sözün hərf və səs tərkibində iki cür fərq olur. Qeyd dəftərimizə mütləq qeyd edirik. Bu fərq hansılardan ibarətdir? Var kəmiyyət fərqi, var keyfiyyət fərqi. Bəs kəmiyyət fərqi nədir, keyfiyyət fərqi nədir? Ümumiyyətlə, birinci gəlin kəmiyyət sözünün leksik mənasına bir köklənək. Kəmiyyət deyəndə nəyə nəzərdə tuturuq? Nəyisə artması və yaxud da azalması ola bilər, düzdürmü? Nəsə artır və yaxud da azalırsa, yəni bu elə qrammatikada bu formada gedəcək. Sözdə hərf və yaxud da səslərin sayıca fərqlənməsidir. Sayıca fərqlənmə nə deməkdir? Ya nəsə artacaq kəmiyyətə görə, ya da nəsə azalacaq. Artanda da, azalanda da sözdə hərf və səslərin sayıca fərqlənməsi əmələ gəlir. Bax, bu kəmiyyət fərqidir. Kəmiyyət fərqi nə oldu? Sözdə hərf və yaxud da səslərin sayıca fərqlənməsi. Kəmiyyət fərqinə daxildir bir səs düşümü, bir də kəmiyyət fərqinə daxildir səs artımı. Hər ikisi kəmiyyət fərqini əmələ gətirir. Yadımızda qalsın ki, səs düşümü nədir? Tələffüz zamanı sözdə olan səslərin sayının hərflərin sayından az olmasıdır. Səs düşümündə nə baş verdi? Səslər, yəni o transkripsiyada yazılan hissə var ha, səslər hərflərdən az olacaq. Məsələn, yazılır təəssüf. Baxın, təəssüf sözündə neçə hərf var? Sayırıq 1, 2, 3, 4, 5, 6, 7. 7 hərf var, amma səslərə baxaq. Təəssüf sözündə tələffüz zamanı qoşa ə
saitindən biri düşür, digəri uzanır. Biri düşür, digəri uzanır deyə qalır 6 səs. Deməli nə baş verdi? Səslər hərflərdən bir vahid azaldı. Yəni tələffüz zamanı sözdə səsin sayı hərfin sayından az oldu. Deməli burada nə baş verdi? 7 hərf, 6 səs. Səslər hərfdən azalır deyə bunun adı nə olacaq? Səs düşümü. Yadımızda qalsın ki, kəmiyyət fərqi, yəni səs düşümü, bu səs artımına da aiddir bu qayda. Səs düşümü və səs artımı sözdə fərqli məqam yaradır. Bəs səs artımı nədir? Səs artımı tələffüz zamanı sözdə olan səslərin sayı hərflərin sayından çox olur. Məsələn, ailə yazılır, 4 hərfdən ibarətdir ailə sözü, amma tələffüzdə ora y səsi daxil olur. Bilirik ki, müxtəlif cinsli qoşa saiti sözlərin tələffüzü zamanı bura a, i səsi yanaşı gəlibsə, o zaman həmin a və i səsinin hərfinin daha doğrusu arasına bir dənə y səsi daxil olur. Bu zamanda nə baş verdi? Ailə, 4 hərfli ailə sözü 5 səsli ailə sözünə keçir. Deməli, səslər hərflərdən çoxalır. Səs çoxalır deyə nə baş verir? Səs artımı. Yadımızda qalsın ki, səs düşümü də, səs artımı da yazılış və deyiliş arasında artıq fərq yaratdı. Ya səs çoxalır, ya da səs azalır. Hər bir məqamda kəmiyyət fərqi sözdə fərqli məqam yaradır. Niyə fərqli məqam yaratdı? Əgər bir söz 7 hərf, 6 səsdən ibarətdirsə, deməli bir vahid nəsə azaldı. Və yaxud da məsələn dedik ki, 4 hərf, 5 səsdən ibarətsə, deməli bir vahid nəsə artdı. Ya artdı, ya da azaldı. Nə baş verdi? Fərqli məqam yarandı. Bu fərqli məqam da bizə sözün fonetik xüsusiyyətləri zamanı lazım olacaq. Məsələn, orada şərtdə deyə bilər ki, və yaxud da variantlarda deyə bilər ki, sözdə olan fərqli məqamların sayını tapın. Və fərqli məqam sayını tap deyəndə fikirləşməyin ki, görəsən söhbət nədən gedir? Kəmiyyət fərqindən ya da keyfiyyət fərqindən gedir. Kəmiyyət fərqini daha xırdalığı ilə desək, səs düşümü, səs artımı oldu fərqli məqam. Yadımızda qalsın ki, keyfiyyət fərqi isə sözdə səs dəyişməsi deməkdir. Yəni sözdə səs dəyişməsi əsasında keyfiyyət fərqi ortaya çıxır. Məsələn, yazılıb itki sözü. İtki sözü k hərfi ilə yazılır, amma tələffüzdə k hərfi g səsinə keçir. Yəni sözdə k hərfi g səsinə dəyişib. Ona görə də sözdə keyfiyyət fərqi var. Və yaxud da məsələn başqa bir nümunə üzərində deyək. Məsələn, yazılır bulud d hərfi ilə, amma tələffüzdə olacaq bulut. Baxın, d hərfi öz kar qarşılığına keçdi. Bulud yazıldı, bulut deyildi. Deməli, nə yarandı? Keyfiyyət fərqi. Niyə? Çünki söz yazıldığı kimi deyilmədi. Sözdə hərflərdən biri başqa səsə keçdi. Baxın, fərq nədə oldu? Kəmiyyət fərqi ilə keyfiyyət fərqini ümumiləşdirək. Kəmiyyət fərqində dedik ki, hərf və yaxud da səslərin sadəcə fərqlənməsidir. Ya artacaq səs artımı, ya azalacaq səs düşümü. Keyfiyyət fərqi isə səs dəyişməsidir. Yəni sözdəki hərflərdən biri başqa formaya keçir, başqa formada tələffüz olunur. Yəni hərflə səs eyni formada qalmır. Hər ikisi həm keyfiyyət fərqi, həm kəmiyyət fərqi sözdə fərqli məqam yaradır. Çünki adından da göründüyü kimi fərqi deyirik. Bu fərqli məqamdır. Gəlin qeydlərimizə baxaq. Qeyd 1-də bizə deyir ki, bir sözdə eyni anda həm kəmiyyət, həm də keyfiyyət fərqi ola bilər. Məsələn, babamla yazılır, amma babamla deyilir. Burada l hərfi n səsinə dəyişib. Baxın, babamla l hərfi burada n səsinə keçib. Demək, sözdə keyfiyyət fərqi var. Yəni, l yazıldı, n deyildi. Həmçinin tələffüz zamanı səs artımı var. Demək ki, sözdə həm də kəmiyyət fərqi var. Səs artımı niyə oldu? Babam la yazıldı. Baxın, bu la şəkilçisi nan formasında tələffüz olundu. Yəni, səs artdı. Həm l hərfi n səsinə keçdi, həm də la şəkilçisi nan kimi tələffüz olundu. Ona görə bu sözdə həm kəmiyyət, həm də keyfiyyət fərqi yarandı. Bu oldu bizim qeyd 1-imiz. Qeyd 2-də isə bizə deyir ki, bir sözdə eyni anda həm kəmiyyət, həm də keyfiyyət fərqi olmaya da bilər. Bu elə sözlər də olur ki, həmin sözlər yazılışı və deyilişi eyni olan sözlərdir. Yəni yazılışla deyilişi fərqlənməyən sözlər. Məsələn, vitamin yazılır, vitamində deyilir. Palata yazılır, palatada deyilir. Baxırıq, yazıldığı ilə belə deyək də deyiliş fərqlənmir. Və yaxud da ata yazılır, atada deyilir. Müəllim yazılır, müəllim də deyilir. Yazılışı deyilişi fərqlənməyən sözlərdə kəmiyyət və keyfiyyət fərqi baş vermir. Qeyd 3-də isə bizə deyir ki, sözdə eyni anda, üzr istəyirəm, eyni sayda səs düşümü və eyni sayda səs artımı olarsa, burada artıq kəmiyyət fərqi yaranmır. Niyə? Niyə yaranmayacaq? Eyni sayda səs düşümü, eyni sayda səs artımı, yəni nəticəsi o deməkdir ki, söz, məsələn, 5 hərf 5 səsdən ibarət oldu. Yəni nəticədə eyniləşdi. O isə kəmiyyət fərqini yaratmayacaq. Məsələn, təəssüflə sözündə, baxın necə yazılıb. Neçə hərf var sayaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 hərf var.
Gəlin indi tələffüzünə baxaq. Tələffüzdə qoşa ədən biri düşür, digəri uzanır. Biri düşüb, bir digəri uzandı deyə səs düşümü baş verir. Amma L şəkilçisi də nən kimi tələffüz olundu axı? Baxın, burada da gördük. Eyni zamanda bir dənə də hərf ora, üzr istəyirəm, bir dənə də səs daxil oldu. Deməli, nə baş verdi? Tələffüz zamanı ə səsi düşdü, n səsi artdı. Buna görə də yazılışla deyiliş, yəni kəmiyyət fərqi yaranmadı. 8 hərf 8 səsdən də ibarət oldu. Yəni, eyni sayda, nəticədə eyni sayda qaldı. Hərflə tələffüzün sayı nəticədə 8-8 bərabər qaldı deyə səs artımı, səs düşümü artıq burada fərq yarada bilmədi. Fərq odur ki, tələffüzlə yazılışda nəsə bir fərqli məqam baş versin. Bu oldu bizim deməli, səslərimizdə sözün hərf və səs tərkibində olan kəmiyyət və keyfiyyət fərqi. Gəlin indi saitlər nədir, samitlər nədir, onların ümumi qaydasına baxaq. Qaydası belədir ki, ağız boşluğunda maneəyə rast gəlib gəlməməsinə görə danışıq səsləri iki qrupa bölünəcək. Bunlar bir saitlərdir, bir də samitlərdir. Əgər hava axını ağız boşluğunda heç bir maneəyə rast gəlmirsə, yəni maneəsiz tələffüz olunursa, olacaq saitlər. Hava axını ağız boşluğunda müəyyən maneələrə rast gəlirsə və maneəli tələffüz olunursa, bu olacaq samitlər. Saitlər ona görə də maneəsiz, samitlər isə maneəli səslərdir. Maneə nədə oldu? Hava axını boğazdan çıxıb ağız boşluğuna doğru gələn zaman, əgər orada müəyyən maneələr yarandısa, maneə nədir? Məsələn, biz saitləri tələffüz edən zaman A səsini və yaxud da I səsini və yaxud da E səsini saitlərin hər birindən söhbət gedir. Nəfəsimiz çatana qədər uzada bilərik. Deməli, burada heç bir maneə yoxdur ki, o səslər uzanır. Amma samitlər isə, məsələn, M deyirəm, səs orada da bitir. Nəsə uzana bilmədi. Çünki orada hava axını ağız boşluğundan çıxan zaman müəyyən maneəyə rast gəldi. Ona görə saitlər olur maneəsiz səslər, samitlər olur maneəli səslər. Saitlər təmiz avazlı səslərdir. Saitlər heca əmələ gətirir. Nə deməkdir bu? Bilirik ki, sözdəki hecaları tapan zaman sait hərflərə fikir vermək lazımdır. Sait hərfləri niyə xüsusilə qeyd elədim? Məsələn, yazılıb təbii. Təbii sözünün tələffüzü olacaq. Baxın bu formada. İ'nin biri düşür, biri uzanır. Gəlin saitlərə baxaq. Hansı saitləri görürük burada? Ə saiti, İ saiti və İ saiti. Deməli, təbii sözündə 3 dənə sait hərf var. Amma təbii sözündə 2 dənə sait səs var. Fərq nədə oldu? Baxın, yazılışda 2 İ'dən keçəndə tələffüzə İ'nin biri düşdü, biri uzandı. Ona görə indi biz məsələn hecanı necə tapaq? Burada 2 dənə sait var, burada 3 dənə sait var. Yadımızda qalsın ki, sözdə hecanın sayını müəyyən eləmək üçün sait hərflərə fikir vermək lazımdır. Sözdə əgər 3 dənə sait hərf varsa, deməli 3 dənə də heca var. Eyni zamanda qeyd edeyim ki, saitlər vurğu qəbul edən səslərdir. Vurğunu da fonetik təhlil zamanı axtararkən, taparkən bilməliyik ki, sait hərflər üzərində vurğunu tapmalıyıq. Saitlər uzun tələffüz edilə bilən səslərdir. Məhz buna görə də maneəsiz tələffüz olunan səslər deyirik onlara və saitlərin əmələ gəlməyində küy iştirak eləmir. Keçək samitlərə. Samitlər isə qeyd elədiyimiz kimi maneəli səslərdir. Yəni, hava axını ağız boşluğunda müəyyən maneəyə rast gəlir. Əmələ gəlməyində küy iştirak eləyir. Hecanı formalaşdıra bilir, vurğu qəbul etmir və uzun tələffüz oluna bilməyən səslərdir. Gələk saitlərin ümumi qaydası nədir? Saitlər hansılardır? Saitlərin təsnifatı necədir, nə cürdür? Yadımızda qalsın ki, qeyd elədik ki, saitlər maneəsiz səslərdir. Yəni, saitləri tələffüz eləyərkən hava axını ağız boşluğunda ciddi bir maneəyə rast gəlmir. Ona görə biz onlara dedik maneəsiz səslər. Dilimizdə 9 sait hərf, 9 sait səs var və yadımızda qalsın ki, hər sait hərf öz sait səsi ilə ifadə oluna bilir. Yəni, onlar arasında hər hansı birindən az və yaxud da çox deyil. Məsələn, bu samitlərdə belə deyil. Samitlərin içərisində məsələn bilirik ki, İ səsi var ki, K səsi var ki, həmin saitlərin xüsusi şərti işarəsi yoxdur. Amma saitlərdə belə deyil. Samitlər hansı belə deyək, neçə dənə hərfi varsa, o qədər də saitlərdə səs var. Bərabərlik var saitlərdə. Saitlərin təsnifi deyəndə yadımızda qalsın ki, saitlər 3 qrupda təsnif olunacaq. Birinci qrup, ikinci qrup və üçüncü qrup. Və bu qrupların hər birinə ayrı-ayrılıqda baxaq. Var dilin üfüqi vəziyyətinə görə saitlərin forması. Saitlər dilin üfüqi vəziyyətinə görə qalın və yaxud da incə olur. Qalın saitlərin digər adı dil arxası saitlərdir. İncə saitlərin digər adı isə dil önü saitlərdir.
Niyə görə dil arxası qalın və dil önü incə? Yadımızda qalsın ki, qalın saatləri tələffüz eləyən zaman, baxın, qalın saatlər bunlardır. A, I, O, U. Qalın saatləri tələffüz eləyən zaman, özünüz də hal-hazırda tələffüz eləyin, videoya baxarkən, izləyərkən. Qalın saatlər boğazdan çıxır. A deyəndə, I deyəndə dil arxaya doğru gedir. O deyəndə dil arxaya doğru gedir. Ona görə də bunun adı dil arxası, yəni qalın saatlərdir. İncə saatlər tələffüz eləyən zaman dil önə doğru gəlir və daha incə tələffüz əmələ gəlir. Burada bir dənə E səsidir ki, E səsi dilin ortasında əmələ gəlir. Bu əslində dil ortası saitdir. Sadəcə olaraq əmələ gəlmə yeri dil ortası olsa da, səslənməsinə görə incə saitdir. Yəni biz bunu abituriyent proqramında da dil ortası deyə öyrənirik. Elə incə saatlərin, yəni dil önü saatlərin içərisində öyrənirik. İncə saatlər isə olacaq E, Ə, Ö, İ və Ü. Bunlar oldu dilin üfüqi vəziyyətinə görə bu adlarını da mütləq qeyd dəftərinizə qeyd edin. Bu adlarla da öyrənin. Qaydada, testdə bu formada da görə bilərsiniz. Qalınlar dil arxası, incələr dil önü və dilin üfüqi vəziyyəti burada nəzərə alınır. İkinci təsnifatımızda alt çənənin vəziyyətinə görə və ya dilin üst domağa doğru qalxıb, sonra nisbətən enməsinə görə, yəni bu da şaquli vəziyyətə əmələ gətirir ki, dilin şaquli vəziyyətinə görə ya açıq saatlər, açıqların digər adı gen saatlərdir. Bu adlarla da öyrənək. Qapalıların digər adı dar saatlərdir. Açıq saatləri tələffüz eləyəndə alt çənə və dil nisbətən aşağı enir, ağız boşluğu genəlir. Buna görə də onlara gen saat deyirik. Özünüz də tələffüz eləyəndə bunlara fikir verin. Məsələn, A deyəndə çənə nisbətən aşağı enir, dil çənə nisbətən aşağı enir və ağız nisbətən genəlir. E deyəndə, Ə deyəndə bu baş verir. Amma dar saatləri tələffüz eləyən zaman ağız boşluğu daralır. Yəni biz belə deyək də I-dır, İ-dir, U-dur, Ü-dür bu saatləri tələffüz eləyən zaman ağzımızın daha dar forması ilə də onu tələffüz eləyə bilərik. Ona görə də bunun digər adı olacaq dar. Bunu tənbəl necə yada saxlaya bilərik? Dar saatlər 4 variantlı şəkilçilərin içərisində olan saatlərdir. I, U, Ü. Bir də baxın bu başları açıq olanlar, bax bu baş hissələri açıq olanlar qapalı saatlərdir digər adı ilə. Bu başları belə papaqlı olanlar, baxın bu hissələri bağlı olanlar deyək də. Bunlar olacaq açıq saatlər. Elə ki, başları bağlı olanlar açıqdır. Başları bu formada açıq olanlar qapalı saatdir. Digər adı ilə nə oldu? Gen və dar saatlər, yəni dilin şaquli vəziyyətinə görə. Üçüncü isə olacaq dodaqların vəziyyətinə görə saatlər, dodaqlanan saatlər və dodaqlanmayan saatlər. Dodaqlananlar olacaq O, Ö, U, Ü. Dodaqlar bir qədər irəli çıxır və dairəvi vəziyyət alır. Dodaqlanmayanlar isə bu artıq bu hal baş verməyəndə, yəni dodaqlar sərbəst qalırsa, olacaq A, E, Ə, I və İ saatləri dodaqlanmayan saatlərdir. Bu üç qrup təsnifatı tam şəkildə bilməliyik. Gələk indi saatlərin tələffüzünə, daha doğrusu saatlərin uzun tələffüzünə. Uzun tələffüz olmaq nə deməkdir? Yadımızda qalsın ki, dilimizdə əsasən ərəb-fars mənşəli sözlər var ki, yəni uzun tələffüz olma ərəb-fars mənşəli sözlərə aiddir ki, həmin sözlərdə bu bir qrup sözlərdə, bəzi sözlərdə belədir, yəni bütün ərəb-fars mənşəli sözlərə aid deyil. Onların tərkibindəki saitin biri digərinə nisbətən uzun tələffüz olunur. Yadımızda qalsın ki, dilimizdə 9 saitdən sadəcə 7-si uzun tələffüz oluna biləcək. I və Ü qeyd edin qeyd dəftərinizə. I və Ü saitləri uzun tələffüz oluna bilmir. Bundan başqa qalan saitlər sözün müxtəlif hecalarında uzun tələffüz oluna bilər. Uzanmanı göstərmək üçün transkripsiyanın içərisində qoşa nöqtə işarəsindən istifadə edirik. Yəni bu uzanmanın işarəsi hansı səs uzanırsa, məsələn A uzanırsa, qabağına qoşa nöqtə qoyuruq və yaxud da Ə uzanırsa, qabağında qoşa nöqtədən istifadə edirik. Yadımızda qalsın, samitlərdə uzanma ola bilməz. Uzanma ancaq saitə aiddir. Saitlərdə isə I və Ü səsini uzatmayacaq. Qalanlar uzanır. Bir dənə Ü səsində üfüqi sözüdür ki, istisnadır. Amma təbii ki, indi gəlib sizə istisnadan hər halda bir nümunə test salmayacaqlar. Ona görə yenə də yadımızda saxlayaq, üfüqi sözündə istisna var. Bundan başqa amma I və Ü səsləri və samitlər uzana bilməyəcək. Uzanmanı göstərmək üçünsə dedik ki, qoşa nöqtədən, transkripsiyanın içərisində qoşa nöqtədən istifadə olunur. Məsələn, gəlin baxaq, tətil sözünə fikir verək. Baxın, biz tətil deyirik, xeyr. Necə deyirik? Tətil. Ə səsi uzandı. Ə səsində uzanmasını göstərmək üçün bu qoşa nöqtədən istifadə edirik və yadımızda qalsın. Sait uzanması sözdə fərqli məqam yaratmır. Qeyd dəftərinizə qeyd edin bu cümləni. Sait uzanması sözdə fərqli məqam yaratmayacaq. Çünki o qoşa nöqtə sadəcə tələffüzdəki uzanmanı bildirir. Vəssalam. Fərqli məqamı nə yaratdı? Səs artımı, səs düşümü, yəni kəmiyyət fərqi və keyfiyyət fərqi, səs dəyişməsi. Və yaxud da təcili sözündə, baxın, təcili demirik. Necə deyirik? Təcili. Ə səsi uzandı. Mötəbər
sözün tələffüz eləyəndə mötəbər demirik, mötəbər deyirik, ö uzanır. Sözdə tək səs uzanması olarsa, bu yazılış deyiliş arasında qeyd elədiyim kimi fərq yaranmır. Məsələn, işarə sözü, elə işarə yazılıb, işarə də deyilir. A səsi sadəcə uzun tələffüz olunan səsdir burada. Qeyd 1-ə fikir verək. Sözdə səs artımı, səs düşümü və yaxud da səs dəyişməsi varsa, o zaman uzanma olsa da yazılış deyiliş arasında fərq olacaq. O da fərq niyədir? Çünki ya səs artımına, ya səs düşümünə, ya da səs dəyişməsinə görədir. Amma uzanmanı fərqli məqam yaratmırıq. Məsələn, xasiyyət sözünə fikir verək. A səsi burada uzanır. Amma bu A səs fərqli məqam deyil. Burada fərqli məqam nəyə yaradır? Qoşa Y hərfindən biri düşür. Artıq səs düşümü var. Ona görə fərqli məqam var. Yəni burada fərqli məqamı yaradan Y səsinin düşməsidir. Və yaxud da istedad sözündə E səsi uzanır. Amma bu fərqli məqam yaratmır. Burada fərqli məqamı yaradan nədir? D hərfi T səsinə keçir. Vəssalam. Yəni səs uzanması fərqli məqam yaratmır. Yadımızda qalsın ki, uzun tələffüz edilən, uzun tələffüz olunan saatdən sonra qoşa nöqtə işarəsi qoyulmalıdır. Əks halda tələffüz yanlış olacaq. Məsələn, itaət sözünün tələffüzünü biz itaət şəklində versək yanlışdır. Çünki itaət demirik, itaət deyirik. A səsi uzanmalıdır. Bunu da biz tələffüz zamanı bildirməliyik. Qeyd 3-ü də mən daha öncə dedim ki, ü saatinin üfüqi sözündə uzun tələffüz edilməsi istisna haldır. Yəni normalda əslində ü uzun tələffüz oluna bilmir. Ola bilər ki, bir sözdə 2 dənə də saat uzansın. Bu da mümkündür. Məsələn, deyək, dəvətnamə sözü. Baxın, bunun tələffüzü necə olacaq? Həm birinci hecadakı ə saati uzanacaq, həm də namə hissəsindəki A saati uzanacaq. Yəni, bir sözdə 2 dənə saatdə uzana bilər. Bu da yadımızda qalsın. Daha sonra baxırıq tərkibində ov, öv, hərf birləşmələri olan sözlərdə tələffüzə. Yadımızda qalsın ki, ov və öv hərf birləşməsi varsa bu sözdə, burada səs düşmə hadisəsi baş vermir. Yəni, söz fonetik prinsipə uyğun olaraq yazıldığı kimi tələffüz olunacaq. Məsələn, mövqe yazılır, mövqe deyilir. Mövsüm yazılır, mövsüm deyilir. Novruz yazılır, novruz deyilir. Növbə yazılır, növbə deyilir. Dovğa yazılır, dovğa deyilir. Bənövşə yazılır, bənövşə deyilir. Tövbə yazılır, tövbə deyilir və s. Yəni, necə qeyd elədik? Əgər bir sözün tərkibində ov, öv hərf birləşmələri varsa, o zaman səs düşmə hadisəsi baş verməyəcək və fonetik prinsipə uyğun olaraq söz yazıldığı kimi də tələffüz olunacaq. Baxın, qeyd 3 və qeyd 4-ə xüsusən fikir verək. Bizə bir qrup sözlər verib ki, baxın, bu sözlər yadımızda qalsın. Heca, müəmma, hazır ki, hesab, məhsul, vitamin, cümhuriyyət, təsadüfən, cürətli, çavuş, əyar və dəhşətli. Bu kimi sözlərdə səs uzanması yoxdur. Baxın, bunu xüsusilə qeyd eləyin qeyd dəftərinizdə. Bu sözlərdə səs uzanması yoxdur. Bunu niyə xüsusilə verib? Çünki testlərdə ən çoxsu elə bu sözlərdən çaşdırırlar. Məsələn, heca sözünü verir. E-dən sonra uzanma işarəsini. Məsələn, baxın, belə yazsa, E-dən sonra burada uzanma işarəsini qoysa, bax, bu forma versə, bu səhvdir. Heca sözündə, cümhuriyyət sözündə, vitamin sözündə A uzanmır burada. Hesab sözündə bu sözlərdə uzanma yoxdur. Bu sözləri xüsusən qeyd dəftərinizə yazın və öyrənin. Heca, müəmma, hazır ki, hesab, məhsul, vitamin, cümhuriyyət, təsadüfən, cürətli, çavuş, əyar və dəhşətli. Bu kimi sözlərdə saat uzanması yoxdur. Qeyd dəftərinizə yazın, öyrənin. Və qeyd 4-də bizə deyir ki, bu da çox önəmli bir qeyddir. Uzun tələffüz edilən saat vurğu qəbul etmir, amma burada istisna var. Normalda saat, əgər bir sözdə uzun tələffüz olunan saat varsa, həmin uzun tələffüz olunan hecaya vurğu düşmür. Normalda belədir, amma burada istisna nələrdir? Bəzi, bəzən, daim, daima, yəni, lakin və bəli sözlərində səs uzanması və vurğu burada eyni yerə düşüb. Baxın, bəzi sözündə ə səsi həm uzanır, həm vurğu qəbul edir. Bəzən sözündə ə səsi həm uzanır, həm vurğu qəbul edir. Daim sözündə A səsi həm uzanır, həm vurğu qəbul edir. Yəni, bunları da qeyd dəftərinizdə istisna olaraq yazın ki, normalda saat uzanması vurğu qəbul etmir. Yəni, saat uzanırsa, həmin hecaya normalda vurğu düşmür. Amma bu sözlər istisnadır. Burada həm saat uzanması, həm vurğu eyni hecadadır. Bunları da testlərdə görəcəksiniz. Ona görə mütləq qeyd dəftərinizə qeyd edin. Qeyd 5-i mən artıq dedim yuxarıda. Qeyd altına da oxuyaq. Ov, öv hərf birləşmələri yazılış deyilişdə fərq yaratmasa da, amma ov, öv hərf birləşməsi olan sözlərdə fərqli məqam ola bilər.
bu artıq sait səs düşümü, səs artımı, səs dəyişməsinə gedib çıxır. Yəni çovğunlu sözündə fərqli məqam var, amma ovda deyil. Baxın, lu şəkilçisinin nu kimi tələffüz olunmasındadır. Bu da belə. Bəzi sözlər var ki, bax bu da çox-çox önəmli hissədir. Bunu da mütləq qeyd dəftərinizdə qeyd edin. Bəzi sözlərdə uzun tələffüz edilərkən məna dəyişimi olur. Bax, sizə testdə görəcəksiniz. Nərə sözünü, əyan sözünü, dava bəzən sözlərini verir. Deyir ki, vurğusu dəyişib deyə mənası dəyişib. Xeyr. Bu sözlərdə vurğu dəyişib deyə məna dəyişməyib. Bu sözlərdə sait uzanıb deyə məna dəyişib. Əgər nərə sözündə sait uzanması yoxdursa, balıq növünü bildirəcək. Sait uzanması varsa, bağırtı, qışqırtı mənasını verəcək. Nərə bağırtı deməkdir, nərə balıq növüdür. Bax, burada fərq nədə oldu? Sait uzandı deyə sözün leksik mənası dəyişdi. Yəni, ola bilər ki, sizə deyə bilər ki, sait uzanması sözün leksik mənasını dəyişə bilərmi? Gördüyümüz kimi dəyişdi. Əyan sözündə sait uzanması yoxdursa, açıq-aşkar deməkdir. Məsələn, bu iş mənə əyan oldu, yəni aydın oldu. Əyanda uzanıbsa, zadəgan deməkdir. Davada uzanma yoxdursa, dərman deməkdir. Məsələn, onun davası, məsələn, bu otdadır, yəni dərmanı. Uzanma varsa, müharibə, savaş mənasındadır. Bəzən sözündə uzanma yoxdursa, feildir. Məsələn, bəzənmək. Uzanma varsa, zərfdir, zaman zərfi. Bəzən, məsələn, o, bəzən bizə gəlir mənasında. Bunu da mütləq qeyd dəftərimizə yazaq, öyrənək. Gələk indi qoşa saitli sözlərin tələffüzü məsələsinə. Dildə ümumiyyətlə elə sözlər var ki, onlarda 2 saat yanaşı işlənir. Belə sözlər qoşa saitli sözlərdir və bu sözlərin yazılışı, deyilişi əsasən fərqlənir. Qoşa saitli sözlərin də tələffüzünü biz 2 yerə bölürük. Var eyni cinsli qoşa saitli sözlər var. Bir də müxtəlif cinsli qoşa saitli sözlər var. Gəlin birinci bunun mənasına varaq. Eyni cinsli qoşa saitli nə deməkdir? Müxtəlif cinsli qoşa saitli nə deməkdir? Eyni cinsli qoşa saitli deyirsə, eyni hərfin 2 dəfə təkrar olunmasıdır. Məsələn, qoşa A ola bilər, qoşa Ə ola bilər, eyni cinslidir, qoşa İ ola bilər və s. Müxtəlif cinsli deyirsə, hər saitdən bir dənə olacaq. Məsələn, bir A olanda bir İ olacaq və yaxud da bir İ olanda bir A olacaq. Bax, müxtəlif cinsli budur. Məsələn, biri A, biri İ. Eyni cinsli isə budur. Hər ikisi eyni saitin təkrar olunması. Eyni cinsli qoşa saitli sözlərin tələffüzü ilə davam eləyək. Nə deməkdir bu? Yadımızda qalsın, eyni cinsli qoşa saitli sözlərdə qoşa sait bir uzun sait kimi tələffüz olunacaq. Yəni, eyni cinsli qoşa saitli sözlər sözün ortasında və sonunda işlənə bilir. Amma əvvəlində işlənməyəcək. Bunu da xüsusilə qeyd eləyək. Belə sözlərin demək olar ki, hamısında yazılış və deyiliş fərqlənir. Bu cür sözlərdə həm səs uzanması, həm də səs düşmə hadisəsi baş verir. Burada bunu qeyd edeyim ki, bu bütün qoşa saitlərə aid deyil. Bu qayda aid olacaq qoşa A hərfinə, qoşa İ hərfinə və qoşa Ə hərfinə. Yadımızda qalsın, əgər sözdə qoşa A varsa, baxın, yazılıb inşaat, görürük, qoşa A yanaşı işlənib. Necə olacaq? A-nın biri düşür, biri uzun tələffüz olunur. Yəni, inşaat sözündə A-nın biri düşəcək, biri uzun tələffüz olunacaq. Baxaq cəmaat sözünə, qoşa A-dır, A-nın biri düşüb, biri, burada əslində özləri səhv verib, M-dan sonra uzanma qoyub, yəqin ki, bu texniki bir səhvdir. Və yaxud da əmtə sözündə qoşa Ə hərfi ilə yazılır, tələffüzdə necə olur? Ə-nin biri düşür, digəri uzun tələffüz olunacaq. Sonra bu İ hərfinə də aiddir. Əgər sözdə qoşa İ hərfi varsa, bu ümumiyyətlə dedik ki, hansı hərflərə aid oldu? Qoşa A, qoşa Ə və qoşa İ səslərinə necə olur? A-nın biri düşür, biri uzanır. Ə-nin biri düşür, biri uzanır. İ-nin biri düşür, biri uzanır. Məsələn, yazılır təbii, 2 dənə İ ilə yazılır. Tələffüzdə isə olacaq, biri düşdü, biri uzandı. Və yaxud da, məsələn, A-ya maaş yazaq. Qoşa A ilə yazılır. Əgər biz burada qoşa A-dan uzanmanın birini, daha doğrusu saitin birini düşürdük, birini uzatmasaq, məsələn, bu formada yazsaq, artıq bu o maaş, əmək haqqı mənasına gəlməyəcək. Ona görə o uzanma işarəsi mütləq qoyulmalıdır. Dedik ki, bu qayda qoşa Ə, qoşa Ə, qoşa A, daha doğrusu qoşa Ə və qoşa İ hərflərinə aiddir. Baxaq qeyd 1-də görək bizə nə deyir. Eyni cinsli qoşa saitli sözlərdə səs düşümü olsa da, səs və hərf tərkibi kəmiyyətcə fərqlənməyə bilər. Bu o zaman baş verir ki, sözdə səs düşümü ilə yanaşı səs artımı hadisəsi də baş versin. Bunu əslində kəmiyyət fərqində öyrənmişdik. Məsələn, təəssüflə sözündə Ə səsi tələffüzdə düşür, amma N səsi gəlir. Ona görə yazı ilə tələffüzdə hərflərlə səslərin sayı bərabərləşir. Ona görə burada fərqli məqam yaranmır. Qoşa İ saiti uzun tələffüz olunan zaman səslər arasında Y samiti artırılmır.
Yəni bu qayda i hərfinə də aiddir ki, qoşa i'lərdən biri düşəcək, digəri uzun tələffüz olunacaq. Məsələn, bədii yazılır, i'nin biri düşür, digəri uzanır da. Bədii, təbii bu formada deyilmir, bu yanlışdır. Deməli necə dedik? Sözdə qoşa a, qoşa ə və qoşa i varsa, saitlərdən biri düşəcək, digəri uzun sait kimi tələffüz olunacaq. Bu oldu eyni cinsli qoşa saiti sözlərin tələffüzü. Müxtəlif cinsli qoşa saiti sözlərin tələffüzündə isə səs dəyişimi, səs artımı, səs düşümü kimi fonetik hadisələr baş verir. Amma bu hamısına aid deyil. Yadımızda qalsın ki, bir qism sözlərdə ümumiyyətlə tələffüz zamanı heç bir dəyişim müşahidə olunmur, amma tələffüz zamanı fərq nədə olacaq? Çox rahat bir şəkildə bunu tənbəl yolu ilə öyrənə bilərik. Əgər bir sözdə bax bu saitləri görürsünüzsə, bunlar yanaşı gəlməlidir. Bu saitlər yanaşı gəlibsə, o zaman bu saitlər harda yanaşı gəlsə, orada fərqli tələffüz var. Sözdə a və i varsa, i və a varsa, i varsa, ə varsa, yəni bax bunlar varsa, bu zaman həmin saitlər arasına y səsi daxil olacaq. Bax, fikir versinizsə, bir dənə a, ü istisna olmaqla hamısının yanında i var. Bunlar sadə və düzəltmə sözlərdə belədir. Bir dənə y səsi daxil olur. Məsələn, baxaq, radium yazılır, radium deyilir. Radium bir kimyəvi termindir. Faciə yazılır, bax, i ilə ə yanaşı gəlib. Faciə deyilir, y daxil oldu. Dialoq yazılır, i ilə a yanaşı gəlib. Dialoq deyilir. İdiom yazılır, i ilə o yanaşı gəlib, y səsi ora daxil olub. A-nan i, fədai yanaşı gəlib, a-nan i, y səsi daxil olub. Və yaxud da məsələn, ailə yazılır, necə deyiləcək? A onsuz da uzanır, bu başqa məsələ. A-nan i arasına y səsi daxil oldu. Və yaxud da radio yazılır. Bax, i ilə o yanaşı gəlib, necə deyiləcək? Radio, y səsi daxil olur. Çox rahat bu formada öyrənə bilərik. Bir də a-nan ü-yə aid hansı nümunə verib? Təqaüd yazılır, təqaüd deyilir. Yəni, hansının yanında bax bu i-ni görsəz, bax, i görsüz hamısında var bir dənə bundan başqa. İ'ni hansında görsüz, bilin ki, ora həmin saitlər arasında bir dənə y səsi daxil olacaq. Amma yerdə qalan, yanaşı gələn müxtəlif cinsli saitlərdə, baxın, söhbət bu saitlərdən gedir. Yəni, belə deyək də, i'lər istisna olmaqla yerdə qalanlar. Məsələn, ola bilər müəllim sözü, fəaliyyət sözü, teatr sözü, müalicə sözü, səadət sözü, teorem sözü, okean sözü. Niyə bunları xüsusilə vurğulayıram? Testlərdən çox bunlarla verir. Mətbuat sözü, aktual sözü, dual sözü və s. Bunlarda yazılış və deyiliş fərqlənməyəcək. Bax, burada yazılış yenicəsə tələffüz edə olacaq. Məsələn, baxın, müəllim yazılır, elə müəllimdə deyilir. Nə uzanma var, nə səs artımı, nə səs düşümü. Teatr yazılır, teatr deyilir. Fəaliyyət yazılır, fəaliyyət deyilir. Səadət yazılır, səadət deyilir. Bunlar əvvəl başqa cür tələffüz olunub deyə testlərdən çox bunlarla çaşdırırlar. Müalicə yazılır, müalicə də deyilir. Okean yazılır, okean da deyilir. Aeroport yazılır, aeroport da deyilir. Yəni bunlar, bu hərf birləşmələri necə yazılırsa elə də deyiləcək. Əslində indi qayda çox-çox rahat olub buna görə. İ'nin yanında nə hərf görsəz, söhbət sadə düzəltmə sözlərdən gedir. Ora y daxil eləyin. Baxın, görürsünüz, bunların heç birində i yoxdur. Bunlar necə yazılacaqsa elə də deyiləcək. Amma mürəkkəb sözlərdə bir qədər fərqlidir. Ona görə dəfələrlə vurğuladım ki, bunlar sadə düzəltmə sözlərdə belədir. Bəzi mürəkkəb sözlərdə yanaşı gələn iki saitdən biri daha doğrusu düşür, digəri uzun tələffüz olunur, uzanma baş verir. Məsələn, baxın, həmin i burada var. Burada biz buna əmiyoğlu deməyəcək. Burada nə baş verəcək? Birinci sait düşür. Fərqi yoxdur, i'dir, a'dır, o'dur, fərqi yoxdur. Birinci sait düşür, ikinci sait olduğu kimi qalır. Məsələn, xala oğlu yazılır. Baxın, a-nan o yanaşı gəlib. Birinci sait düşür dedik, ikinci olduğu kimi qalır. Yəni, a düşəcək, o qalacaq. Əmi oğlu, i-nan o yanaşı gəlib, i düşəcək, o qalacaq. Bacı oğlu, i-nan o yanaşı gəlib, i düşəcək, o qalacaq. Əli açıq, bax, i-lə a yanaşı gəlib, da buna əli açıq deyə bilmərik də, mürəkkəb sözdür axı, əli və açıq. Olacaq əl açıq. Dayı oğlu, i-lə o yanaşı gəlib, olur dayı oğlu. Və yaxud da əli ağa, i-lə a yanaşı gəlib, buna əli yağa deyə bilmərik, olacaq əl ağa. Birinci sait düşür, ikinci olduğu kimi qalır. Keçək digər punktumuza. Bəzi qoşu saiti sözlərdə isə yazılış deyiliş arasında heç bir fərq olmur. Məsələn, bəraət, şücaət, testlərdə elə çox bununla çaşdırırlar. Qiraət, qənaət, riayət. Baxın, fərqli məqam yoxdur. Sadəcə uzun tələffüz olunma var. Uzun tələffüz olunmada fərqli məqam yaratmır.
və yaxud da burjua, kakao. Ümumiyyətlə bunları əslində qeyd elədikdə i ilə a-nı görürsünüzsə fərqli məqam var. Yoxdursa yoxdur. Yəni bunlarda heç bir fərq, məsələn, bəraət deyil, şücaət deyil, y yoxdur orada. Y-ni biz harda axtaracağıq? Məsələn, i-a olarsa, i-ə olarsa, yəni i ilə olanların arasında. Bu da belə. Burada yəni yazılışla deyiliş fərqlənməyəcək. O, i və ü saitlərinə aid olan qaydalara baxaq. Bilirik ki, dilimizdə bəzi sözlər o ilə yazılan bəzi sözlər var ki, o saiti bəzi alınma sözlərdə o hərfi kimi, bəzilərində isə a kimi tələffüz olunur. Bəs hardan biləcək ki, burada tələffüz o-dur, yoxsa a-dır? Əgər o saiti, yadımızda qalsın, vurğu qəbul eləyirsə, o zaman elə o kimi də tələffüz olunacaq. Əgər o saiti vurğu qəbul eləmirsə, o zaman a kimi tələffüz olunacaq. Məsələn, komediya sözündə, baxın, fikir verək bura. Ümumiyyətlə, sonu iya, siya, fiya ilə bitən sözlər var ki, bunlarda həmin bu sonluqlar vurğu qəbul etmir və bir heca önə ötürür. Komediya sözündə deməli vurğu hara düşəcək? E səsinə. Bax, e səsinə vurğu düşür deyə, necə dedik? Əgər o saiti vurğu qəbul edərsə, o kimi tələffüz olunur. Əgər o saiti vurğu qəbul etməzsə, bax, burada vurğu qəbul eləmədi. Komediya demir yaxı, komediya deyirik, vurğu e-yə düşür. O saiti vurğu qəbul eləmədi deyə necə olacaq? Vurğu qəbul eləməyəndə dedik, nə baş verdi? A-ya keçdi. Və yaxud da baxın, model sözündə. O saiti vurğu qəbul eləmədi, çünki model demirik, necə deyirik? Model. Vurğu e-yə düşür. Vurğu e-yə düşür deyə o a-ya keçir. Qaydanı necə dedik? Əgər o səsi, o hərfi, daha doğrusu, vurğu qəbul etmirsə, o zaman a-ya keçir. Olimpiya sözündə vurğu qəbul etmir. Bax, sonu iya ilə bitir. İya ilə bitənlərdə bir heca önə ötürür vurğunu. Yəni, yenə o da qalmadı. Deməli, nə olacaq? Olimpiya yazılır, olimpiya deyilir. Monoloq sözündə vurğu düşəcək. Baxın, bu loqun üzərinə. Belə. Amma orden sözündə bax, o vurğu qəbul edib. Oçerk sözündə o vurğu qəbul edib. Obraz sözündə vurğu qəbul edib. Amonim sözündə vurğu burada vurğu qəbul edib. Ona görə orada artıq o a-ya keçməyəcək. Necə dedik qısa olaraq? Əgər o hərfi vurğu qəbul edirsə, o kimi qalacaq. Vurğu qəbul etməzsə, o a-ya keçəcək. Bu belə. Okean sözü bu qaydaya tabe olmur. Yəni o saiti vurğu qəbul etməsə də, tələffüzdə okean yox, olduğu kimi qalır. Yəni okean yazılır, okean da deyilir. Bu hissəni sadəcə əzbərləməlisiniz. Ü saiti ilə yazılan sözlər var, i saiti ilə yazılan sözlər var. Bu da orfoqrafiyada bilirik ki, sözün düzgün yazılışı, yəni orfoqrafik hadisələr testlərdə, qəbullarda, buraxılışlarda düşür. Ona görə bunları əzbərləməyiniz məsləhətdir. Və yaxud da kontekst daxilində salıb öyrənməyiniz məsləhətdir. Ü hərfi ilə yazılan sözlər var, i hərfi ilə yazılan sözlər var. Bunları mütləq öyrənin, qeyd dəftərinizdə qeyd edin. Məsələn, biruzə sözü ü ilə yazılır, füzuli sözü, mühüm sözü, müşkül sözü və yaxud da i ilə yazılanlar var ki, məsələn, ümid yox, ümiddir, ülvü yox, ülvidir. Ona görə bu hissəni nə eləyirik? Əzbərləyirik. Bu belə. Bunun həmçinin qeydləri də orada aiddir. Bu nəslə yuxarıda dedik. Qiraət, bəraət, şücaət, qənaət sözlərində y samiti artırılmır. Riayətin özündə y var. O, ö və e saitləri istisna hallarda milli şəkilçilərin tərkibində də işlənə bilir. Bu belə. Tərkibində uzun tələffüz edilən sait olmayan bəzi sözlərə şəkilçi qoşulduqda uzun tələffüz oluna bilər. Məsələn, vəfalı, a uzun tələffüz olunacaq. Basəfa, a uzun tələffüz olunacaq. Əslində uzun tələffüz edilən olunan sait yoxdur. Amma şəkilçi qoşulub deyə uzun tələffüz oluna bilir. Bu oldu saitlərin ümumi qaydası.